Axşamınız xeyir olsun dostlar, necəsiniz? Bir neçə saatdan sonra deməzdim, bir gündən sonra 8 Martda Beynəlxalq günü, Qadınlar günüdür. Bugün jurnalist mənə sual verir ki, Nadir müəllim, siz 8 Martla əlaqəli nə deyə bilərsiniz? Yəni, elə ailələr var ki, biz sosial şəbəkələrdən bunu oxuyuruq, görürük ki, ailələr var ki, 8 Marta görə boşanırlar, evdə problem yaranır. Yəni, qadın kişidən tələb edir ki, mənə hədiyyə almamışsınız, həm məndən boşanıram da. Deyirəm, belə ailələr boşansa yaxşıdır. Adam 8 Marta görə hədiyyə almamağa görə boşanır bəyəm. Vallah, bizim insanlardan deyirəm də, hər gün bir dənə söz eşitməsən qulağımız uzanar da belə uzanar. Necə cahil düşüncəli insanlar, necə doğrudan da savadsız cəmiyyətdə yaşayırıq biz, yaxşılardan uzaq. İnsan məyər hədiyyə görə boşanır? Belə çıxır ki, sən kişinin hədiyyə almayacaqsansa, sənə başqa bir kişi alacaqsansa, gecəsi onun yanına, o sənə hədiyyə verəcək, tutaq ki. Sən də onun hədiyyənin müqabilində nəsə verəcəksən, sonra tullayıb gedəcək də o. O ailə deyildi, o sadəcə belə sənə hədiyyə aldı və səndən də nəyisə aldı. Məsəl üçün deyirəm də. Və də sən də qalırsan belə küçələrdə, əllərdə olursan, səni versinlər əllərə və əllərə. Düşürsən əllərə. Düşüncəyə bax da. Bir də xahiş edirəm, 8 Martda nə alsız arvadınıza, arvadınıza deyirəm də, bəzi kişilərə deyirəm. O nümayiş etdirməyin, o görməmişlikdir. Birinin varıdır, birinin yoxudur, bir qızı alıblar, bir qızı almayıblar, bir qadına hədiyyə veriblər, birinə verməyiblər. O qadın, qoy, boynu bükük olmasın. Başa düşürsünüz? Pərt olmasın da, yəni evdə və yaxud da kişilər, o hədiyyə ala bilməyən kişilər qadınların qabağında boynu bükük qalmasın, pərt olmasınlar. Bunu düşünün. Nə aldınız, nə elədiniz, onu özünüzdə eləyin kamera çəkmədən. Siz nə bilirsiniz ki, o elə insanlar ki, arvadına villalar alır, nə bilim, milyonlar bağışlayır, amma onu göstərmir. Çünki o gözü toxdur, görüb o. Göstərən nəsə görməmişdi, görməmişlər. Sonradan görənlər də o bilirsiniz ki, sonradan görmür. Bir dənə misal var, amma mən demirəm. Kufşin məsələsi. Ay sağ ol, Kufşin, Qüdrətin Kufşini məsələsi. Kufşin çıx. Eləməyin belə ədəbsizliyi, belə tərbiyəsizliyi etməyin. Görməmiş olmayın, görməmiş. Söz var, adam acı olar, kişi olar. Valla, əsl kişilər belə eləmir. Mən bilirəm ki, əsl yaxşı kişilər heç vaxt göstərmir də. Çünki bunun olanı var, olmayanı var, kasıbı var, dövlətlisi var. Məsəl üçün deyirəm də. Yəni, gəl hamımızın biz düşünək. Xanım var, yoldaş var, sevgili var, Çüvixova. İndi bilməm də kimə nəsə almışsansa ona apar ver, o bilsin, bir də sən bil, bir də Allah bilsin. Olar elə bir şey. Onu nümayiş elətdirənlər, cəmaatın gözünə soxanlar, sosial şəbəkələrdə onu göstərib yayanlar, şampunçiklar, görməmişlər, dişovkalar, çuşkalar, qıcılar və yenə qıcılar. Qıcılar, 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 ay qıcılar. Qıcı da başımıza bir bəla oldu. Neyniyək ki, bir çarəsi yox. Göstərməyin. Yaxşı? Baxın da, dedim sözümü.